Salam əziz trendlər, Codera test toplusundan dəstəkliyə baxacağıq. Bütün natural iki rəqəmli üçə bölünən ədədlərin hasilini çap edən bir alqoritm yazın. Demək biz bilirik ki, bütün natural iki rəqəmli ədədlər neçədən başlayır? 10'dan başlayır, 100'də bitir. Yüzde bitir. Bu aralıkta devam edir. İki rəqəmli ədədlər içərisində bilirik ki, ilk ədəd hansıdır? 12'dir. 12 3'ə nədir? Tamdır. Və 12'dən sonra gəlir 15, sonra gəlir 18. Ardıcılığa baxsaq görərik ki, 3'ə bölünən əlamətlər aralarında neçə fərq var? 3 fərq. Demək, bütün iki rəqəmli natural ədədlər 3'ə tamdır. Və deyir ki, neçədə kimi 100'də dayanmalıdır. Demək, bizim dövrümüz 99, ən son 99'da nə etməlidir? Dayanmalıdır. Gəlin biz bunu blok sxem formasında yazaq. Bilirik ki, dedik ki, ilk başlangıç, sonra ilk 3'ə bölünən ədədimiz neçədir? 12'dir. Sonra bizə nə deyirdi? Bölünən ədədlərin hasili. Hasil içində ilk ədədimizi 1'dən başlayacaq. Çünki 0'dan başlasa 0'ı nəyə vursaq? 0 edir. P'ye 1 verdim. Sonra gelirim dövrümü devam ettirirəm. Dövrümün ilk qiyməti 12'dir. Yəni i devam edir. Əgər belə bir bərabərdə istifadə etsək 100 yazmalıyıq. Eğer bundan istifadə edilirsə böyük bərabər, onda nədir? 99'dan istifadə edirik. Yəni ilk qiyməti başlayır 12'də, bitir 99'da. Və hər dəfədə deyirəm nə? Etkərginən hədiyə P bərabərdir. P'ni vurup bizdən nə istəyir? Hasili istəyir də. P'ni vururuq nəyə? İ'yə. Və i'ni də hər dəfə 12, 15 deyimizə görə i'ni də hər dəfə artırırıq. I plus 3. 3 artır. Ve bu gelir hara? Dövrümüzə. Dövrümüzdə bitəndə yox deyirik. P'ni nə edirik? Çap edirik. Bunu modifikasiyonunda yazmaq mümkündür. Yenə i başlayacaq modifikasiyada. Bu formada. I 12'den 99'a kimi hansı adımdan? 3 adımdan devam eləsin və P bərabərdir. Hər zaman P'ni vursun i'yə. Və dövr bitəndən sonra neydi? P'ni çap etmiş olacaq. Burada da bir P'ye ilkin qiymət verir. Bu formada nədir? Dövrümüz devam etmiş olur. Keçək növbəti sualımıza. Daxil edən natural ədədlərin ən böyük cüt rəqəmini çap edən proqramı Python dilində yazın. Demək, hər hansı bir natural ədəd verilir. Ən böyük cüt rəqəm. Tutalım ki, 4, 5, 6, 8. Belə bir rəqəm verir, ədəd verilir. Bu ədədlərin içərisində bizə deyir ki, ən böyük cüt rəqəmi cüt olsun, ən böyük olsun üstə. Demək, mən bu ədədin ilk rəqəmini götürərəm. İlk rəqəmini götürərəm və o birlərlə nə edəcəm? Müqayisə edəcəm. Gərək bilirik. İlk rəqəmini götürməyək. Ən böyük. Demək, hər hansı bir
dəyişənə bir sıfır verirəm və bu sıfırla başlayıram cüt bir baxacam elementlərə, rəqəmlərə və bu B ilə bunu nə edəcəm? Müqayisə edəcəm. Proqramda yazılca daha yaxşı. Yəni n bərabərdir n. İki formada yazacağım bunun. Bir nədir? Rəqəmlə, ədədlə müqayisə edəcəm. Bir də metoddan istifadə edəcəm. Input. Gəlirəm ədədimi daxil edirəm. Tam 4, 5, 6, 8. Ədədimi daxil etdim. Sonra gəlirəm hər hansı bir dəyişən sıfır verirəm. Gəlirəm hər dəfə dövrümü davam etdirirəm. While n nə qədər ki sıfırdan böyükdür. Yəni bu bildim 4568 sıfırdan nə qədər böyükdürsə və hər dəfə gəlirəm ədədimi axırıncı rəqəmdən tapıram. Tam k bərabərdir n faiz 10. Ədədimi tapdım. Yəni qalığım neçə oldu? Burada hər tapdım 8. Tapandan sonra deyirəm ki, əgərləri birinci növbədə biz bunu nəyin tapmalıyıq? Cüt dediyinə görə birinci cüt və tək olmağına baxmalıyıq. K faiz neçə cüt olması üçün 2-yə bölürəm. Bərabərdirsə sıfıra həmin bu k, yəni 8-in cüt və tək olmağı yoxlayıram. Ondan sonra yeni bir if yazıram. Deyirəm ki, bu cüt ədəd başlayıram bu B ilə müqayisə eləməyə. B kiçikdirsə K-dan, onda B-ni bərabər elə nəyə? K-ya. B-ni K-ya bərabər elə. Çünki yenir bu. Geldi burada. B adı 0. 0 kiçikdir mi? 8'den. Hə deyəcək. Burada bir yazım. Hə deyəcək. B'ni bərabər eləyəcək nəyə? 8'e. Bizə də deyir ki, ən böyük cüt rəqəm olsun. Sonra ədədimi gəlirəm, nedirəm? Sildirəm. N bərabərdir n tam bölmə 10. Çünki bu hər dəfə sonra 456-nı yoxlayacaq. 456-nı gəlib yoxlayanda indi 6-nı götürür. Gəlir burada 6-nın cüt və tək olmağı yoxlayır. Görür ki, 6 nədir? Cütdür. Təzdən bizim axı B-imiz indi 8 qiymətini aldı. 8 kiçikdir mi? K-mız da nədir? 6. 8 kiçikdir 6-dan. Yox. Və hələ ki, nədir? K-nın qiyməti, yəni 8 olaraq qalır. Yenə ədədimizi kiçildirik, gəlirik o biri 5-ə. Deyirik ki, 45 böyükdür 0-dan, hər K-nı tapdım, elədir 5. Yenidən 5-i 2-yə böləndə qalıqda 0 alınır, xeyr. Artıq bu hissdə nədir? İcra etmədim. 45'e böldüm, elədi 4. 4 gəl götürürəm. 4'ü 2'ye böləndə qalıqda 0 alınır. Bəli, yenə cüt ədəddir. Gəlirəm burada yoxlayıram. 4 kiçikdir mi? 8'dən. Yenə deyirəm, yox. Bir dəqiqə. 4 yox. Burada yanlışlıq elədim. B. B nəticədir? 8. 8 kiçikdir mi 4'dən? Yenə deyirəm, yox. Baxın, B cüt ədədlərin içərisində, bu ədədin rəqəmlərinin içərisində ən böyük cüt rəqəmi almış oldu. Axırda da deyirəm, nə? Yenə də 4'ü tam bölürəm, 10 eləyir 0, 0 0'dan böyükdür, yox. Nədir? Dövrün bitmiş oldu. Print eləyirəm nəyi? B-ni. B-ni çap etmiş oldum. Gəl baxaq, çalışdıraq. Bir dəqiqə. 4, 5, 6, 8.
Baxın, 8 rəqəmi almış oldum. Ən böyük cüt ədəd. İndi bunu biz gəlin siyahı üçün yazaq. Siyahı üçün yazaq. N bərabərdir int input input. Yine ədədimizi daxil edirik. Bir dənə boş siyahı veririk. Gəlirik yenə də deyirik ki, while n nə qədər ki sıfırdan böyükdür, onda yenə deyim k bərabərdir n faiz 10. Ədədimi nədir? Axırıncı rəqəmin tapsın və cütlüyün təkliyinə baxsın. K faiz 2 bərabərdirsə sıfıra, onda ne etsin? F-ın etsin B siyahısına. B nöqtə F-ın etsin nəyi? K-nı. K-nı F-ın etsin. Və gəl desin print max print. Çalıştıralım. Yerində 4, 5, 6, 8 daxil edirəm. İşləməkdir. Hə. Mən daxil edəndə bunu bir dənə nə etməliyəm? Apple setir K. 4, 5, 6. Setir K neydi? Bu ədədimi neyləmişim? Kiçiltmişim. N bərabərdir n tam bölmə 10. Gördüğünüz gibi neydi? 8'i çap etmiş oldu. Çünkü dövr her defa devam etmek için biz n'i ne etmeliydik? Küçültmeliydik. Yani bu formada biz bunu ne edirik? Yazabiliriz. Her iki üsuldan istifade edebiliriz. Ədədləri bir-bir daxil edirik siyahıya. Sonra onların içerisinde max'ı tapılmış olur. Belə. Keçirik o bir suala. Daxil edən natural ədədin bütün rəqəmlərinin eyni olub olmadığını çap edən nədir? Proqramı Python dilində yazın. Gəlin yenə Pythonda yazdıqca mən izah edərəm. O daha yaxşı olur. Gəlirəm n bərabərdir int input klaviaturadan hər hansı bir ədədimi daxil edirəm. Yenə yazım 4, 5, 5. Böyle bir şey. Buradan bir DS'mizi koyalım. Ədədimizi daxil edirik. Sonra bu ədədin bir rəqəmin tapıram. Tutalım ki, yazıram. Ne yazıram? Bir dəyişim. B bərabərdir n faiz 10. Gəlir bu bizdə tapır nəyi? 5'i. Axırıncı rəqəmimizi tapır. Sonra dövrümü sonlandırıb və axırda həmin ədədə müqayisə etməkdən ötəri tam ki ədədimi tapdım. Rəqəmlərimi bir-bir tapıram da. Axırda bunların sayını müqayisə etmək üçün bir dənə p bərabərdir 0 yazıram. Sonra gəlirəm deyim ki while n böyüksə sıfırdan, yəni dövrümü nə qədər ki sıfırdan böyük deyil, davam etdirəcəm. Və gəlib deyirəm ki, k bərabərdir n faiz 10.
Burada da yine gəlir ədədimi tapıram 5. Ondan sonra gəlib deyirəm əgərləri, bax bu beyni başlayıram bu kanun qiymətlərinə müqayisə etməyə. Yəni bir dənə rəqəm götürürəm bu ədədlərin içərisində. Ta bu 5-i götürmüşəm. Bu 5-i bu 6 ilə də, bu 5 ilə də, bu 4 ilə də başlayıram müqayisə etməyə. Deyirəm ki, əgərləri bu 5 6'ya bərabərdirsə və yaxud belə deyim, fərqlidirsə deyə daha doğrusu deyirəm B fərqlidirsə B fərqlidirsə nədən? Bu K'dan fərqlidirsə onda P bərabər olsun nəyə? 1'ə. Geldi bak burada şimdi B neçəydi? 5 idi. Bizim olarak 5 idi. 5 fərqlidir mi? 5 fərqlidir mi? 5'ten. Ne diyeceğim? Yok diyeceğim. P hələ ki 0 olarak devam edecek. Bunu dediğim. Ondan sonra gələm yenə də ədədimi yedirəm, kiçildirəm. Ədədimi kiçildirəm. Bir də qayıdıram hara dövrümə. İndi oldu 456. 456 sıfırdan böyükdür. Hə, ədədim oldu neçə? 6. İndi gəlirəm yenə 6'na. 5 fərqlidirmi? 6'dan deyirəm hə. Hə deyəndə P bərabər oldu 1'ə. P bərabər oldu nəyə? 1'ə. 1'ə bərabər oldu. Yenə ədədimi kiçiltdim. 45 oldu. Gəlirəm ədədim oldu 5. 5 fərqlidirmi? 5 fərqlidirmi? Nəydən? 5'dən. Yox deyirəm. Yox deyirəm. P hələ o nədir? 1 olaraq qalır. Yəni yox dediyimə görə aşağıya düşüb icra edə bilmirəm. Təzədən yenə bu 4'ü yoxlayıram. 4 fərqlidirmi 5'dən? Deyirəm hə. P bərabər olur 1'ə. Artıq dövrün bitdi. Dövrün bitəndən sonra gəlib deyirəm ki, əgərləri P bərabərdirsə 1'ə, P bərabərdirsə 1'ə, hətta burada biz breakdən də istifadə edə bilərdik. Yəni bir dəfə gördük ki, bərabər deyil, break deyə bilərdik. P bərabərdirsə 1'ə, print etkinən nəyi? Eyni değil. Değil. Else print ne değil. Değil. Gelin çalıştıraq görək sintaksi səhviniz var mı? Yok. 4, 5, 6, 5 böyle bir şeyini daxil etmiştim. Baxırıq ki, eyni değil. İndi tutalım ki, gələm çalışdırıram. 4, 4, 4, 4 daxil edirəm. Görürük ki, eyni. Asıl. Yaxşı, biz bunu başqa üsulla da yaza bilərik. Yenə də gələk. Dırnağın içərisinə alırıq. İnanıram ki, izahlarımızı tam anlaya bilirsiniz. Int yenə də input. Ədədimizi daxil edirik. Yenə də baxın həmin ədəd 4, 5, 6, 5. Belə bir ədədimizi daxil edirik. Sonra mən bunu gəlirəm çevirəm sətr tipinə. N bərabərdir sətr N. Sətr tipinə çevirəndən sonra niyə bunu sətr tipinə çevirdim? Yenə burada 0-cı elementi götürəcəm. Gəlirəm deyirəm ki, tutalım ki, A bərabərdir N 0-cı elementi. 0-cı elementin götürürəm. Deyirəm ki, C bərabər, nə bilim, B bərabərdir sayıram. Nəyi sayıram? Bu B 0-cı elementi sayacağım.
e, en sıfırıncı elementi. Yani bundan neçə dənə olmağın sayacağım. Sayma adı neydi? En, count. Neyden? Bu A'dan. Bu A'dan ne kadar nerede sayacağım? Yani sıfırıncı elementim nerede? 4. 4'ten neçədə nerede? Sayacağım. Ondan sonra gəl deyirəm, əgərləri C bərabərdirsə, len enəm uzunluqları yəni bir-birinə bərabərdirsə, onda print etkinəm nəyi? Eyni. Print etkilen eyni. Else print et neyi? Eyni değil. Yani bu ne demektir? Bak bunu gelin izah edeyim. 4, 5, 4, 5, 6, 5. Sətir tipinə çevirdi. 4, 5, 6, 5. Bu formada yazıldı. Geldi sıfırıncı elementi götürdü. Yani A beraber oldu. Neye? 4'e. 4'e beraber oldu. Ve B beraber oldu deyip bunun sayı ne kadardır? 4'ün sayı bir dənədir. Gəl deyir ki, bir dəqiqə burada yanlışlığa yol vermişim. Nasıl beğenirsin? Sıfırıncı elementim ne oldu? 4 oldu. Geldi burada deyir. B'nin sayı D. 4'ten 2 dənə bir dənədir. Sonra gelir deyir ki 1 beraber değil mi? Len bunun uzunluğundan 0, 1, 2, 3. Len 1, 2, 3, 4. 4'e beraber değil mi? Yok. Beraber değil. Ona göre ne olacak? Eyni değil. Eğer ben tam ki ben bura 5, 5, 5 daxil etmişim. Birinci elementi, sıfırıncı elementim neçədir? 5'dir. Deyirəm ki, bu sıfırıncı elementimdən neçə dənədir? 3 dənədir. 3 dənədir. Bu bərabərdirmi? Bunun uzunluğu 1, 2, 3'e bərabərdir. 3'ün sayı uzunluğa bərabərdir. Onda nə olur? Eyni. Gəlin çalışdıraq yoxlayaq. 4, 5, 6, 5 eyni değil. 5, 5, 5 nedir? Eyni. Ah, demek biz geldik. Ne ettik? Ders 7'de izah etmiş olduk. Hələlik.